Allaha itaət mövsümlərinin içərisində ən əzəmətli və fəzilətlərindən biri də həcc ayının indi içində yaşadığımız həcc ayının əvvəl 10 günüdür. Həcc ayının əvvəl 10 günü ilin digər günlərindən daha fəzilətlidir. Çünki bu gündüzlərdə həcc ibadəti var. Həcc ibadətinin içərisində müsəlmanların Arafada dayanıb Allaha yalvarıb yaxarması var. Allahın da özünə layiq şəkildə dünya səmasına enməsi var və orada yığışan müsəlmanlarla mələklərin yanında öyünməsi var. Həmçinin qurban kəsmə ibadəti var, həmçinin dediyimiz kimi ümumən də həcc ibadəti var. Ona görə Allah Rəsulü sallallahu aleyhi və səlləm bu gündüzlərdə daha çox əməl etməyi müsəlmanlara həvəsləndirmişdir. Və hədisdə deyir ki, həcc ayının əvvəl 10 günündə işlənilən salih əməl ilin digər günlərində işlənilən salih əməldən Allah yanında daha sevimlidir. Allaha daha sevimlidir. Dedilər, səhabələr dedilər, ya Rasulallah, hətta cihaddan da daha sevimlidir. Dedi, bəli. Bir dənə o haldan başqa ki, mücahid Allah yoluna çıxar, öz canı ilə və malı ilə və geri qayıtmaz, şəhid olar. Allah öz məxluqatının içərisində istər zaman, istər məkan, istər insan, istədiyini seçir, digərindən fəzilətlidir öz bildiyi hikmətlərə görə və bu həcc ayını da seçmişdir həcc ibadətinə görə. Və ona görə Allah Rəsulü sallallahu aleyhi və səlləm istər əvvəl zikr edildiyimiz hədisdə salih əməl deyə bu ayda işlənilən salih əməl Allaha daha sevimlidir. İstərsə də xüsusən bəzi əməllərdən bu gündüzləri xüsusiləşdirmişdir. Oruç tutmaq, əvvəl 10 günü oruç tutmaq, la ilahe illallah, subhanallah, elhamdülillah, Allahu Ekber kimi zikirləri çoxaltmaq və ümumən də salih əməl, yəni Allahın sevdiyi və razı qaldığı, gizlində, yəni qəlbdə və aşkarda, yəni əzalarda olan hər bir sözlər və əməllər, Allahı təkləşdirmək, ibadətdə, tohiddə, Allahı sevmək, təzim etmək, təsdiq etmək, qorxmaq, Allaha tərəf qayıtmaq, tövbə etmək və s. kimi qəlbə əməllər, namaz qılmaq, oruç tutmaq, həcc etmək, zəkat vermək, valideynlərə yaxşılıq etmək, insanlara yaxşılıq etmək, gözəl əxlaqlar, istər mənəvi, istər fiziki, maddi tərəfdən insanlara yaxşılıq etmək kimi bütün əməllər hamısı salih əməllərdir və xeyirdən heç bir şeyi küçümsəmə. Fəmən ya'məl misqalə zərrətin xayran yara. Kim zərrə ağırlığında bir xeyir əməl edərsə, qiyamət günü onu görəcək. Bacardığın hər bir əməli gətir, çünki mövsümdür. Allahın satdığı mal isə çox bahalıdır, o da cənnət.